Davam edirik ikinci sualla. Verilmiş söz birləşmələrinin birinin hər iki tərəfi düzgün tələffüz olunmuşdur. Sözündən dönməyən yox, dönməyən deyilir. Yəni n, m kimi deyilməli və ə saiti ü saitinə keçid etməlidir. Dönməyən. Daş ürəkli insanlar yox, daş ürəkli insanlar deyilməlidir. Yəni k, xışdırıq səsini ifadə etməlidir. Xeyriyyəçilik cəmiyyəti deyəndə birinci sözdə bir y tələffüz olunmalıdır, iki y olmaz. Yer fıstığı ağacı. Baxın yoldaşlar, sözün ortasında iki kar samit gələrsə, ikincisi cingiltiləşməlidir. T, d-yə keçməlidir. Möhtərəm qonaq e variantında iki sözdə doğru tələffüz olunmuşdur. Davam edirik üçüncü sualla. Söylədilər ki, mətbuat üçün təşkil olunan iclas ləğv olunacaq. Nəyi söylədilər iclasın ləğv olunacağını? Sual verdiyimiz cümlə baş cümlədir. Sualın cavabını aldığımız cümlə isə budaq cümlədir. Deməli, bu tabeli mürəkkəb cümlədə birinci baş, sonra budaq cümlə gəlməkdədir. Birinci xüsusiyyət, baş cümlə müxtəsər cümlədir. Deməli, birinci tərəfimiz söylədilər ki, olan tərəf baş cümlə idi və burada sadəcə xəbər var. Müxtəsər cümlələrdə sadəcə baş üzvlər iştirak edir. İkinci dərəcəli üzvlər iştirak etmir. Bu baxımdan yoldaşlar, birinci xüsusiyyət doğrudur. Bizdən isə yanlışlar tələb olunur. Tərəfləri kvadrat, dairə, yəni baş budaq sxeminə uyğundur. Bu sxemdə bir yanlışlıq var. Düzdür, birinci baş, sonra budaq cümlə gəlir. Lakin yoldaşlar, oxun başı hər zaman baş cümləyə kvadrata tərəf getməlidir. Buna görə də 2 yanlışdır. Yalnız budaq cümlədə mübtəda işlənib. Bəli, iclas mübtədası budaq cümlədə var, amma baş cümlə sadəcə xəbərdən ibarətdir. Davam edirik. Yalnız baş cümlədə düzəltmə söz var. Xeyr, baş cümlə bir sözdən ibarətdir. O da söylədilər sözüdür və o da sadə sözdür. Bu baxımdan 4 yanlışdır. Budaq cümlədə ikinci dərəcəli üzvdə işlənib. Bəli, mətbuat üçün təşkil olunan təyin işlənmişdir. Hər iki komponentin cümlənin şəxsə görə növü eynidir. Söylədilər ki, qeyri-müəyyən şəxslidir. Mətbuat üçün təşkil olunan iclas ləğv olunacaq tərəfi isə müəyyən şəxslidir. Çünki iclas mübtədası ləğv olunacaq xəbəri var. Bu baxımdan 2, 4, 6 deyirik. O da edir B variantı. Bu tipli izahların davamlı şəkildə kanalımızda paylaşılmasını istəyirsinizsə, indicə keçid edərək kanalımıza abunə ola bilərsiniz.